Qalib eni 36 desimetr, uzunluğu 60 desimetr olan bir xalça alır. Şəkildə bu xalçanın bir hissəsi görünür. Xalça üzərində günəş və ay şəkilləri olan kiçik kvadrat hissələrdən ibarətdir. Şəkildə şaquli vəziyyətdə bir cərgədə 9 kvadrat olduğunu görürük. Xalça tam açıldığında görə biləcəyimiz ayların sayı neçə olar? İndi biz baxırıq ki, eni 36 desimetrdir xalçanın, uzunluğu isə 60 desimetrdir. Və enində 9 dənə kvadrat var. Yəni, baxın, gəlin sayaq yoxlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə kvadrata ayrılıb. İndi biz bu bir kvadrata neçə desimetr məsafə düşməlidir, onu tapmalıyıq. Yəni, ölçüsünü. Bir kvadratın ölçüsü nə qədərdir, onu tapmalıyıq. 9 dənə kvadrat varsa 36 bölünür 9-a. O da olur 4. Deməli, bir dənə kvadratın ölçüsü 4 desimetrdir. Əgər biz bir kvadratın ölçüsünü tapmışıqsa 4 desimetrdir, onda uzunluğunda neçə dənə kvadratın olduğunu tapa bilərik. Onda nə edirik? 60 desimetri bölürük kvadratın ölçüsünə. 60 bölünsün 4. O deyilir 15 dənə kvadrat. Deməli, uzunluğunda isə 15 kvadrat var. Enində 9 kvadrat var, uzunluğunda isə 15 kvadrat var. İndi sayaq görək, bu sütunda neçə dənə ay var? Çünki bizdən nə istəyir? Ayların sayını istəyir. Deyir, ayların sayı neçə olar? Sayaq, sütunda neçə dənə ay var? 1, 2, 3, 4. 4 dənə ay var. Deməli, birinci sırada sütunda 4 ay var. İkinci sütuna keçirik. 1, 2, 3, 4, 5. 5 dənə ay var. Yenə keçirik üçüncü sütuna. 1, 2, 3, 4. 4 dənə ay var. Növbəti sütuna keçək. 1, 2, 3, 4, 5. Deməli, bu rəqəmlər necə gedir? 4, 5, 4, 5. Bu ardıcıllıqla gedir. İndi biz bilirik ki, 15 dənə kvadrat var. Deməli, bu ardıcıllığı biz 15 dəfə təkrarlamalıyıq. Gəlin, təkrarlayaq. Görək neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bu da 15. İndi baxaq görək neçə dənə 4-ümüz var. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 4-üm var. 8-i 4-ə vuranda 32 edir. Deməli, 32 dənə ay buradadır. 5-ləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7 dənə də 5 var. Deməli, 7-ni də 5-ə vurum 35. Bir-bir toplaya da bilərsiniz, əlbəttə ki, amma vaxt çox alacaq. 32-nin də üstünə 35-i gəlirik, eləyir 67. 67 dənə deməli ay var.